Testosteronu azaldan qidalardan danışacağam. Testosteron kişi orqanizminin daxili mühərrikidir. Amma siz hər gün o mühərrikin içinə yanlış yanacaq tökərsinizsə nə baş verər? Ən böyük 3 düşməni şəkər, alkoqol və həddindən artıq kofeindir. Şəkər qanda insulin partlayışı yaradır və testosteron miqdarını aşağı salır. Davamlı alkoqol istifadə edənlərdə testislərdə hormon sintezi zəifləyir. Kofein qəbulu isə gecə yuxusunu pozur və beləliklə də hormonun sirkad ritmini pozaraq istehsalını azaldır. Klinik endokrinologiya və metabolizm jurnalında göstərilir ki, yuxu və metabolik pozğunluqlar testosteronu birbaşa azaldır. Bəs praktik olaraq nə edirik? Testosteronu artırmaq üçün ilk addım əlavələr deyil, 3 şeyi azaltmaqdır. Əgər enerjinizdə azalma varsa, qarnınız böyüyürsə, bu sadəcə yaşa bağlı deyil. Hormonal analizlərlə səbəbi araşdırmaq lazımdır. Və səbəbi araşdırdıqdan sonra sizin etdiyiniz vərdişlərin, gündəlik etdiyiniz qeyri-düzgün həyat şəraitində düzəldərək hormonal statusunuzun yenidən bərpasına və həyat enerjinizin geri qayıtmasına nail ola bilərsiniz. Ona görə də son zamanlar şikayətləriniz artırsa, dərhal endokrinoloqa müraciət edib problemin kökünü tapıb onu həll etməyə çalışmaq lazımdır. Sonda isə bu videonu bəyənin, paylaşın və son zamanlar çəkisi artaraq, davamlı yorğun olaraq və motivasiyası azalmasına şikayət edən dostlarınızla paylaşmağı və bölüşməyi unutmayın. Özünüzə yaxşı baxın.